Salamlar hər birinizə. Bu günləri tənlər sisteminin 4-cü bölməsi olan hərc tənliyi 2 dərəcəli olan tənlər sisteminin suallarına baxacaq. Birinci suala diqqət edirək. AB hasilini tapın deyir. Orta məxrəcimiz 3B-dir. Bu vurulacaq B-yə, bu vurulacaq 3-ə. Burada 6B olanda bu vurulacaq B-yə, bu vurulacaq 6-ya. Olacaq, deməli AB çıxılsın 12, bölünsün 3B bərabərdir 2-yə. Digər tərəfdən də AB üstə gəlsin 60 bölünsün 6B bərabərdir -2. Və çarpaz şəkildə vursuq, olacaq AB çıxılsın 12 bərabərdir 6B-yə. AB üstə gəlsin 60 bərabərdir -12B-yə. Bunu 2-yə vuracaq, olacaq 2AB çıxılsın 24 bərabərdir 12B-yə. Və bunları toplasaq, olacaq 3AB, deməli üstə gəlsin 36 bərabərdir 0-a. 3AB bərabərdir -36-ya. AB də bərabərdir -12-yə. Bu da olacaq doğru cavabımız E variantı. İkinci sual da eyni qayda ilədir. Üçüncü sualımıza baxaq. Orta məxrəcimiz x, y idi. Yuxarı hissədə bu vurulacaq x-a, bu vurulacaq y-ə. Olacaq x kvadratı üstə gəlsin y kvadratı bərabərdir 15-də 34. Bu hissənin qiyməti 34-dür. Buraya yazırıq. Deməli, bura sürətlər bərabərdirsə, x, y deməli neçə olub? 15 olub. Bu da olacaq D variantı. Dördüncü sualda eyni qayda ilədir. Beşinci sualda x, y çıxarsaq, birincidə x qalacaq, ikincidə də y bərabərdir 16-ya. Bunun qiyməti 4-dür. Deməli, burada nə olmalıdır? 4 olmalıdır. Deməli, x plus y-miz neçədir? 4-dür. Bizə də x kvadrat plus y cəmini tapın. İndi, deməli, burada da indi diqqət edirək. X, y-miz 4-ə bərabərdir. X-i buradan tapsaq, 4 minus y olur. Aparıb yerinə yazsaq, 4 minus y, burası y bərabərdir 4-ə. 4y çıxılsın y kvadratı minus 4 bərabərdir 0. Mənfiyə vursuq, y kvadratı minus 4y plus 4 bərabərdir 0. Bu da y çıxılsın 2-nin mötərizə kvadratının çıxıdır. Y bərabər olur 2-yə. Y 2-dirsə, x da deməli 2-dir. Aparıb yerinə qoyusuq, 2-nin kvadratı üstə gəlsin 2, bu da eləyəcək 6 olacaq D variantı. 6-cı sual da eyni qayda ilədir. 7-ci suala baxaq. Orta məxrəcimiz x, y idi. Bu vurulacaq y-yə, bu vurulacaq x-a. Olacaq y üstə gəlsin 2x bərabərdir 3-ə. Deməli, burada məxrəcə 1 artırsa, sürətlər bərabərdir. Deməli, x, y neçədir? 1-dir. Yazsaq yerinə, x, y-miz nədir? 1-dir. Deməli, y plus 2x-miz nədir? 3-dür. Bizə deyir ki, tənlər sistemini həll edin. Deməli, y bərabər olur 3 minus 2x-a və x, y-miz 1-dir. Yazır onda x vurulsun, y-in yerinə 3 minus 2x bərabərdir 1. Olur 3x minus 2x kvadratı minus 1 bərabərdir 0. Mənfiyə vursuq, mənfi 2x kvadratı minus 3x plus 1 bərabərdir 0. Diskriminantla həll eləyək. 9 çıxılsın 8 bərabərdir 1-ə. x1 bərabərdir 3 çıxılsın 1 bölünsün 4 böləyəcək 2-də 1-ə. Çünki 4-də 2 eləyir, 2 aparırıq, o da eləyir 2-də 1. 3 isə gəlib 1 bölünsün 4, bu da eləyəcəkdir 1. Deməli, x-imiz 2 dənə qiymət aldı. 2-də 1 və 1. İndi diqqət edək. 2-də 1 və 1 olan qiymətlər. X-in 2-də 1 və 1 qiymətləri. Həmçinin də buna uyğun, baxın 2-də 1 və 1 qiyməti ilə B variantında var. Birincisi, yəni 1 və 2-də 1 olanlar. Digər variantlarda yoxdur. Yəni y istəsəz tapsaz da eyni şey eləyəcək. Və yaxud da baxın görün 1, 2-də 1 cavabı hansında var. Bu da B variantı. 8-ci sual eyni qayda ilədir. 9-cu sualda alt-alta toplasıq. Olacaq deməli x kvadratı üstə gəlsin y kvadratı üstə gəlsin 2x y bərabərdir 64-də. Bu nəyin atışıdır? X üstə gəlsin y-in kvadratının atışıdır. Buradan deməli x üstə gəlsin y bərabərdir plus minus 8-ə. Bizə modulda x y istəyir. Burada deməli indi belə olacaq ki, x üstə gəlsin y-in kvadratı və yaxud da belə də eləyə bilərik. Y-i çıxardarıq. X plus y bərabərdir 40. X plus y-miz 8, y bərabərdir 5. Y 5 olanda x də bərabər olur 3-ə.
Bizdən x-y hasil istəyir. X-y hasil olacaq 15. O da olacaq E variantı. Digər halları da eləsəniz yenə 15 eləyəcəkdir. Yəni fərqi olmayacaqdır. Və yaxud da bunu belə də eləmək olardı. Y-yi çıxardardı. Olardı y plus x. Aşağıdan da x-i çıxardardı. Olardı x plus y. Bunların nisbətləri 40/24. Bunları ixtisar eləyərdik. Bunları da ixtisar eləyərdik 8-ə. Eləyəcəkdir 5, 3. Deməli, y 5-dir, x də nədir? 3-dür. Hasili də eləyəcəkdir 15. Yəni, o da rahat yoldur. Baxırıq 10-cu suala. Orta məxrəcimiz x, y-dir. Bu vurulacaq y-yə, bu vurulacaq x-a. Olacaq y çıxılsın 8x bərabərdir 8-ə. Digər tərəfdən də bu y-yə vurulacaq, bu vurulacaq x-a. Olacaq x, y, 5y üstə gəlsin 4x bərabərdir 51-ə. Deməli, indi sadələşdirək. Y çıxılsın 8x bərabərdir 8xy. Burada da 5y üstə gəlsin 4x bərabərdir 51xy. Sistemi alaq və aşağı hissəni 2-yə vursuq. Olur 10y üstə gəlsin 8x bərabərdir 102xy. Və toplayanda olacaq 11y. X-lar islah olur. Bunu da toplayanda eləyəcək 110 xy. Y-ləri aparırıq. X bərabər olur 11 bölünsün 110. Bunu da 11 aparırıq. Eləyir 10-da 1. X olur 10-da 1. Bizə y bölünsün x istəyir. Deməli, aparıb yer. Deməli, burada da 8 vurulsun 10-da 1 y. Deməli, burada eləyir bu 10-da 8. 10-da 8 y. Çıxanda eləyir 10-da 2 y bərabərdir 10-da 8-ə. Onlar gedir y bərabərdir 4-ə. 4 bölünsün 10-da 1. Bu da eləyəcək 4 vurulsun 10. O da eləyəcək 40. Yəni C variantı. Bunu başqa belə eləmək olardı ki, nisbəti eləyərdi. Y minus 8x bölünsün xy bölünsün. Deməli, 5y plus 4x bölünsün xy bərabərdir 8 bölünsün 51. Və birinci olduğu kimi qalardı. İkinci tərsinə çevrilib vurulardı. Xy ilə ixtisar olardı. Bu olur 51-də 8 və çarpı şəkildə vuranda bu 51-ə vurulacaq da 51 vurulsun y minus 8x bərabər 8 vurulsun 5y plus 4x-a. Vurub açanda 51y çıxılsın. Bunu da vuranda 8. O da eləyir 408 x bərabərdir 40y üstə gəlsin 32x. Sadələşdirək. 51y-dən 40y çıxanda 11y bərabərdir. Bu keçəndə o üst tərəfə toplanır 440x. 11 bölünəndə y bərabərdir 40x. Aparıb yerinə də yazsıq. 40x bölü x o da eləyəcək 40. Yəni bu qayda ilə də yazma olar. 12-ci sual 11 ilə 10 eynidir. Deməli, orta məxrəcimiz x, y-dir. Birinci y-yə vurulur. Çıxılsın x bərabərdir 1. Digərdə 2x, y-dir. Bu y-yə vurulur. Digərdə 2x-a vurulur. Bura 2x-a vurulur. Eləyir 4x. Bərabərdir 3-ə. Y minus x bərabərdir xy. Y plus 4x bərabərdir 6xy. Yuxarının 6-ya vursu olur 6y minus 6x bərabərdir 6xy. Və bunları bir-birinə bərabər eləsək. 6y minus 6x bərabərdir. Hər ikisi 6xy bərabərdir. Y plus 4x-a. 6y-dən y çıxanda olur 5y. Bu o tərəfə keçəndə toplanacaq. Olacaq 10x. Y bərabərdir 2x-a. Deyək ki, tənələr sistemindən x-i tapın. Aparıb yerinə yazsıq. 1 bölünsün x çıxılsın 1 bölü 2x bərabərdir 1. Orta məxrəcimiz 2x-dir. Bu 2-yə vurulur. O da eləyir, deməli, 2 çıxılsın 1, o da eləyir 1.
2x bərabərdir 1-ə, x də bərabərdir 2-də 1-ə. O deyir A variantı. Başqa daha rahat yolu nədir bunun? Bunu vurarlar 2-yə, ən sadə yolu budur. X-də 2 çıxılsın, y-də 2 bərabərdir 2-yə. 2x-də 1 üstəyənsin, y-də 2 bərabərdir 3-ə. Bunları sonra alt-alta toplayanda bunlar gedəcək. 2x-də 1 üstəyənsin, x bölü 2 bərabərdir 5-ə. Ortaq məxrəcimiz 2x-dir. Bu onsuz da 1-ə vurulur. Bu amma 2-ə vurulacaq. Olacaq 1 üstə gəlsin 4, o da eləyəcək 5. Bu 5-də ixtisar gedəcək. 2x bərabərdir yenə 1, x də bərabərdir 2-də 1. Yəni bu qayda ilə həll eləmək olar. Yuxarıda da bu 11-dədir, 10-dadır. Bunlar da 3-ü vurub tapa bilərsiniz. Yəni eyni qayda ilə həll eləmək olar. 13-cü sualda eyni qayda ilədir. 14-cü suala baxaq. 14-cü sualda deməli əvəz etmə ilə eləyə bilərik. Bizdən y tapsu, y-də 1-i tapsu, bizə x lazımdır. Y-də 1-i tapanda baxın azalan, çıxılan fərqdir. Çıxılan tapanda nə edirik? 1 bölü x-dan çıxırıq 1-i. Yazaq yerinə 2 bölü x çıxılsın. Bu 2-də 1 vurulsun 1 bölü y-də, düzdür? 1 bölü y-in yerinə nə yazam? 1 bölü x çıxılsın 1. Baxın qarşıda 2-də 1 var. 2-də 1 vurulsun 1 bölü y deməlidir. Bərabərdir 3-ə. Olur x 2 bölü x çıxılsın 2x-da 1 üstə gəlsin 2-də 1 bərabərdir 3-ə. Orta məxrəcimiz 2x-dir. Bu 2-yə vurulacaq 4 çıxılsın 1 bərabərdir 3 çıxılsın 2-də 1. Bu da eləyir 2 tam 2-də 1. Yəni 2-də 5. Edir 2x, bu da 3. 2-də 5. 2-ləri aparırıq. 5x bərabərdir 3-ə. X də bərabərdir 5-də 3-ə. Bu da olacaq A variantı. 15-ci suala baxaq. 15-ci sualda deyir tənliklərdən x kvadratı isə y kvadratı cəmini tapın. Deməli, x kubu üstə gəlsin y kubu. Deməli, üstə gəlsin 3xy vurulsun x plus y bərabərdir x plus y-in kubunun açışıdır. Bunu bilirik. Yazıq yerinə 2 üstə gəlsin. Bunu 3-ə vuracaq. Bu da eləcək 6. Bərabərdir x plus y kubu. Bu eləyir 8. 8 nəyin kubudur? 2-nin. Demək x plus y-imiz nədir? 2-dir. Bu əgər 2-dirsə, burada nədir? 1-dir. Bunun da açışı nədir? X plus y-in kvadratı minus 2xy-dir. X plus y-imiz 2 idi. 2-nin kvadratı çıxılsın, 2 vurulsun 1. O da eləyir 2. Olacaq doğru cavabımız C variantı. 16-cı suala baxaq. Deməli, 16-cı sualda x-i çıxarsa olacaq 1 plus y bərabərdir 3-də 5. Aşağıdan da y-yi çıxarsa olacaq 1 plus y bərabərdir 6-da 1. Və bunları bir-birinə böləndə bunlar gedir. X böl y bərabərdir 3-də 5 vurulsun. Bu tərsinə çevriləcək bölünəndə. 1-də 6 ixtisar edirik. Bu da eləyir 10. Deməli, y-yi 1 götürürük, x-i də 10 götürürük. Yazırıq yerinə 10 çıxılsın 3 bölünsün 10. Bu da eləyir 10-da 7. Yəni E variantı. 17-ci suala baxaq. 17-ci sualda nisbətini tapın deyir. Deməli, burada iki yol var ki, bu böləsiz o qaydını eləmək olar. Yəni ki, x kvadratı üstə gəlsin y kvadratı böl xy bərabərdir 8 böl mənfi 4. Bu da nə eləyir? Mənfi 2. Buna ayrı-ayrı kəsrlər deyəcəndə x kvadratı böl xy üstə gəlsin y kvadratı böl xy bərabərdir mənfi 2. Bunu da ixtisar edirik. X böl y üstə gəlsin y böl x bərabərdir mənfi 2. Bunu bir t ilə əvəz eləsək olur. T üstə gəlir. Bu da bunun tərsidir. 1 böl t bərabərdir mənfi 2. Və bunu t-yə vursuq. T kvadratı üstə gəlir 1 bərabərdir mənfi 2t. Bu keçir o üst tərəfə olur. Plus 2-də bərabərdir 0. Bu da t plus 1-in kvadratının açışıdır. T də buradan alınır mənfi 1-dir. Deməli, doğru cavabımız olur B variantı. Müxtəlif yollar var. Çalışdığım dərəcədə ən qısasını izah edirəm sizə.
18-ci sualda eyni qayda ilə də 19-cu sualda bura 0 ola bilməz. Y kvadratın kiçik qiyməti 0-dır. 0-ın üstünə 7 gələndə 7 eləyir. Deməli, buranı bərabər edirik. X bərabər olur -3. X -3-ə bərabər olanda qoyuruq yerinə. Olur -9 üstəgəl Y kvadrat bərabərdir 27. Deməli, Y kvadrat bərabərdir 36-ya, Y də bərabərdir plus minus 6-ya. Deməli, -3-ü qoyanda bir dəfə 6 alır, bir dəfə də -6 olur. O da olur D variantı. 20-ci sual eyni qayda ilədir. 21-ci suala baxaq. Deməli, buradan x, y çıxardırıq. 3x, y. Birincidə qalır x plus y bərabərdir 5 vurulsun x plus y. X plus y ilə ixtisar aparırıq. X, y bərabər olur 3-də 5-ə. Deməli, daha doğrusu bunu ixtisar edəndə bir kökümüz itir bizim və ona görə də buna uyğunsuz olur. Bunu keçirsək bu üst tərəfə və x plus y-imizi çıxarsıq, olacaq 3x y çıxılsın 5 bərabərdir 0. Buradan deməli x y-imizin qiymətini verib -9. Bu deməli 0 olmur. Deməli x plus y-imiz nə olur? 0 olur. X bərabər olur -y. Onu da yazdırıq. -y vur y bərabərdir -9-a, y kvadrat bərabərdir 9-a. Y də bərabərdir plus minus 3-ə. İndi y-imiz 3 olanda o birisi -3 olur. Yenə də bunun kvadratı nə eləyir? 9. Bunun da kvadratı 9 eləyir. Bunların da cəmi nə qədər eləyir? Eləyir 18. 22-ci sualdır. Eyni qayda ilədir. 23-cü suala baxaq. Deməli, tənələr sistemində x minus y fərqini tapın deyir. İndi bunun açılışların əgər yazsa x kvadratı minus 2x plus 1 üstəgəl y kvadratı minus deməli 4y plus 4 bərabərdir 17-yə. X kvadratı minus 2x plus y kvadratı minus 4y bu 1-dir, bu da 4-dür. Eləyir 5. O tərəfə keçəndə 17-dən çıxılır, qalır 12. Digər tərəfdən x kvadratı minus 4xy plus 4 plus y kvadratı minus 2y plus 1 bərabərdir 13-ə. Buradan da x kvadratı minus 4xy plus y kvadratı minus 2y 4 ilə 1-i toplayıb 5 edir. Bunu da çıxanda 8. İndi aldığımız bu cavabla bu cavabı sistemə alıb çıxsıq. X-lar gedəcək, x kvadratlar gedəcək. Deməli, sonra burada 4xy bircə dəqiqə 4xy yox, 4x daha doğrusu. Burada çıxanda olacaq deməli -2x çıxılsın -4x. Y kvadratlar da gedəcək. Sonra -4y çıxılsın -2y. Bərabərdir 12-dən də 8 çıxanda 4. Bu eləyir toplansın -2x plus 4x -4y plus 2y bərabərdir 4-ə. Olur 2x çıxılsın 2y bərabərdir 4. 2-yə də böləndə x çıxı y bərabər olur 2-yə. Bu da olur A variantı. 24-cü suala baxaq. 24-cü sualda tənələr sisteminin A plus B cəmini tapın deyir. Biz bunu A-ya vursa A onsuz 0-dan fərqli olmalıdır B-dən. Olacaq A kubu üstəgəlsə 3AB kvadrat bərabərdir 140-a. Digər tərəfi də B-yə vursa B kubu üstəgəlsə 3A kvadratı B bərabərdir 76. Bunlar da toplayacaq. Olur A kubu üstəgəlsin B kubu üstəgəlsə 3AB kvadratı üstəgəlsə 3A kvadratı B bərabərdir 216. Bu nəyin açışıdır? Bu A üstəgəli B-nin kubunun açışıdır. Bərabərdir 216. Deməli A üstəgəli B neçədir buradan? 6-dır. Olacaq doğru cavabımız A variantı. 25-ci sualda x, y-nin natural ədədləri üçün tənələr sisteminə x, y hasını tapın. Yuxarı isə x üzəli y-nin kvadratı bərabərdir 49-a. Aşağı hissədə bizdə x kvadratı y kvadratı üzəli 2x-y-dir. Və digər tərəfdən də biz çıxsaq bunlara. Bunlar gedəcək, y ilə toplanacaq, olacaq 2y kvadratı. Bunlar da gedəcək, bərabərdir
49-dan da 41 çıxanda eləyəcək 8. Y kvadrat bərabərdir 4-ə. Deməli, y də bərabərdir plus minus 2-yə. X plus y-imiz deməli, bizə natural yerdə 2 olacaq. X plus y-imiz 7 olmalıdır onsuz da. X plus 2 bərabərdir 7, x də bərabərdir 5-ə. Buradan da hasilimiz eləyəcək 10, yəni ki, D variantı. 26-cı sualda deməli, x minus 2, y minus 2 bərabərdir 4-dür. Deməli, bunu vurub açsaq, x, y minus 2x minus 2y deməli, plus 4 bərabərdir 4. 4-lər islah oldu. X, y bərabərdir. Bunların hamısını keçirik 2x plus 2y. 2-ni də çıxarsaq x plus y. Buradan da x, y çıxarsaq, qalacaq x plus y bərabərdir 162. X, y-imiz bizdən x kvadrat isə y kvadrat isə x, y-imiz buna bərabərdir. Yerinə qoysuq, deməli, 2 vurulsun x plus y bunun əvəzinə yazırıq. Bir də yenə x plus y bərabərdir 162. Olur x plus y-in kvadratı. Bu 2-ni keçid örsək bölülür. Bu deyirik 81. Natural deyir x plus y bərabərdir 9-a. Deməli, cəm oldu 9. Bizdən x kvadrat y kvadratını istəyir. Yazsıq yerinə x, y vurulsun 9 bərabərdir 162. X, y buradan bərabərdir. 162-ni 9-a böləndə bir dəfə, bu da 18. Bunun da açışı nədir? X plus y-in kvadratı minus 2xy. Deməli, bunun yerinə 9 yazır, olur 81. Çıxılsın, 2 vurulsun 18. Yəni 81 çıxılsın 36. Bu da eləyəcək 5. Bu da eləyəcək 45. Yəni ki, B variantı. 27-ci suala baxaq. 27-ci sualda deməli, buradan belə eləsək ki, bölsək bir-birinə. X kvadrat y bölsün x, y kvadrat bərabərdir 50-də 20-yə. Bunları ixtisar aparsıq. Olacaq x bölsün y bərabərdir. Onlar aparsıq 5-də 2. X-i 2 götürsük, y 5 götürsük. Görək, həqiqətən də ödənirmi? Ödənir. Deyir ki, ifadəsinin qiyməti olur 2 üstə gəlir 5. Üstəyənsin, hasil ediləcək 10. Bu da eləyəcək 17. Doğru cavabımız olacaq C variantı. 28-ci suala diqqət edirək. Deyir, tənələr sistemində x plus y cəmini tapın. Baxın, bir dəfə deməli toplayıb, bir dəfə buradan çıxıb. Bunu toplasaq alt-alta. Bunlar gedəcək. Olacaq 5x plus 3y bərabərdir. 15 ilə 13 toplanacaq. Olacaq 28. Bundan 2 dənə olacaq da. 2 dənə toplanacaq. Olacaq 10x plus 6y. O 2-ni çıxardıq. 5x plus 3y buradan eləyir 14. Bunun yerinə 14 yazsaq. Deməli, bu 10-da gərək 1 olsun ki, 14 ilə 1-i toplayıb 15 etsin. Deməli, 4 bölsün 7x minus y bərabərdir 1-ə. 7x minus y çarpacaqlarında olur 4. Bunu da yazırıq 5x plus 3y bərabərdir 14-ə. Yuxarının 3-ə vururuq, olur 21x minus 3y bərabərdir 12-yə. Toplayanda eləyir 26x bərabərdir 26, x də bərabərdir 1-ə. X oldu 1. Yazırıq yerinə 5, yəni 3y bərabərdir 14-ə. 3y bərabərdir 9-a, y də bərabərdir 3-ə. Bizdən cəmin istəyir. Bunların da cəmi eləyəcək neçə? 4. 29-cu sual eyni qayda ilə olacaq. 30-cu sualda deyir, tənələr sistemində x kvadratı minus y kvadratı fərqini tapın. Aha. Deməli, orta məxrəcə gətirsək və yaxud da belə eləyərik. Buranı mənfi 3-ə vurarıq. Eləyəcək mənfi 9 x çıxılsın y üstə gəlsin 12 bölünsün x plus y bərabərdir 3-ə. Aşağı isə 9 bölünsün x çıxılsın y üstə gəlsin 10 bölünsün x y bərabərdir 8-ə. Bunun toplası bunlar gedəcək. Bunları toplayanda nə qədər eləyir? 22 bölünsün x plus y bərabərdir 11-ə. Bunları ixtisar aparsaq x plus y-imiz neçədir? 2-dir. X plus y 2-dir. Aparıb yerinə yazırıq. Bura 2-dir. Olur 3 bölünsün x çıxılsın y
çıxılsın. 4-ü 2-yə böləndə eləyir 2 bərabərdir -1. 3 bölünsün x çıxılsın y bərabərdir. -1 isə 2 gələcək 1. X çıxılsın y deməli nədir? 3-dür. Bu da nəyin açıdır? X çıx y, x isə gəl y. Bu da eləyir 3 vurulsun 2, bu da eləyəcək 6. Olacaq doğru cavabımız 6. 31-ci sualda eyni qayda ilə həll olunacaq.